2025-ci il Respublika Fənn Olimpiadaları aşağı yaş qrupu çətin kateqoriyadan bir həndəsə sualına baxaq. Trapeziyanın böyük oturacağına bitişik bucaqlar 15-75 dərəcədir. Trapeziyanın diaqonallarının orta nöqtəsini birləşdirəndə alınan parça 20-dirsə, trapeziyanın hündürlüyünü tapmaq soruşur. Gəlin şəklimizi çəkək. Şəklimiz bu cürdür. 15-75 var, orta nöqtələri birləşdirmişik, 20 alınıbdır. 15-75-i görəndə ağlımıza gəlir ki, biz bunu bir üçbucağa tamamlayaq və 15-75-90 üçbucağı alınır. Bu bizim nə cür işimizə yaraya bilər? 15-75-90 üçbucağında çəkilən hündürlük hipotenusun 1/4-nə bərabərdir. Biz bunu gələcəkdə işlədəcəyik. Birinci əlimizdə olan məlumatlardan biri odur ki, əgər biz bu nöqtə ilə diaqonalın orta nöqtəsi ilə yan tərəfin orta nöqtəsini birləşdirsək, bu nöqtəni, bu xətt orta xətt olacaq. Bu üçbucaqda orta xətt olacaq. Orta xəttdə nəyə paraleldir? Oturacağa. Yəni bu xətt buna paraleldir. Həmçinin bu nöqtə ilə də bunu birləşdirsəm, bu xətt də buna paralel olacaq. Və onların hamısı da nəyə paraleldir? Trapeziyada bu xəttə paraleldir. Onda siz buradan rahatlıqla deyə bilərsiniz ki, bu diaqonalların orta nöqtəsindəki olan xətt də hamısına paraleldir. Yəni bu üç düz xətt bir düz xətt də əmələ gətirirlər. Buna 2x desək, orta xətt oturacağın yarısına bərabərdir. Eyni məntiqlə bu oturacaq, həmçinin bu üçbucaqda da orta xətti tapa bilməmizə kömək edir. Burada olur 2x. Bura 4x-dırsa, mən buradan hündürlük çəksəm, bu həm burada hündürlük olacaq, həm də burada hündürlük olacaq. 15 ilə 75 də paralellikdən bura gəlir çıxır. 15 və 75. Deməli, bu da bir 15-75-90 üçbucağıdır. 15-75-90-da hipotenus 4x-dırsa, bura olacaq x. Bu nöqtədən bu nöqtəyə olan hündürlüyə bir h deyək. Orta xətt haqqında deyə bilərik ki, 4x üstə gəlinsin 20 nəyə bərabərdir? Oturacaqların cəminin yarısına. Yəni 4x üstə gəlinsin bu oturacağa a desək. A bölünsün 2 bərabərdir. 4x üstə gəlinsin 20. Orta xəttin düsturu. Onda buradan a tapıları necədir? 4x üstə gəlinsin 40-a. Deməli, bizim hipotenuzumuz 4x üstə gəl 40-dır. X üstə gəl h bərabərdir. X üstə gəl 10 olmalıdır. Buradan tapılır ki, h bərabərdir 10. Bu da məsələmizin həlli.